Salam əleykum, vaxtınız xeyir. Deməli, bundan təqribi 1 il əvvəl NAR şirkətinin müştəri xidmətlərini necə bərbad vəziyyətə saldığına dair bir video çəkib paylaşmışdım. Həqiqətən də videoya çox baxış sayı və rəylər gəldi. Deməli, bu problemdən əziyyət çəkən müştərilər həqiqətən çox olduğunu göstərir. NAR Plus tətbiqi vasitəsilə ancaq belə deyək də, ora vasitəsilə müştəri xidmətləri ilə əlaqə saxlamaq mümkün olur NAR şirkəti üçün. Lakin orada da gözləmə sayı həddindən artıq çoxdur və yəni orada da belə bir problem var. Proqramdan kənara çıxdıqda, daha sonra girildikdə isə artıq baxırsan ki, növbəni itirmisiniz. Yazılır ki, müştəri abunəçi burada çox qalmadığı üçün proqramdan çıxılmışdır. Yəni növbənizi itirmiş olursunuz. Bu səfər də NAR-ın belə deyək, tarif haqları haqqında danışmaq istəyirəm. Məsələn, yerli və unikal tariflərində 3 manat 79 qəpik abunə haqqı müəyyən eləyir. Bunu da balansdan çıxır, əvəzində 50 dəqiqə 350 megabayt da internet verir. Lakin ayın sonuna gəldikdə, məsələn, baxırsan ki, aidiyyatı olmayan bir səbəbdən yenə balansda pul varsa, avtomatik şəkildə 94 qəpik çıxır, 1 manat 97 qəpik çıxır. Düzdür, əvəzində 15 dəqiqə verir, ya nə bilim, müəyyən dəqiqə və megabayt verir. Amma yəni maraqlısı budur ki, bunlar deyirlər ki, 3 manat 79 qəpik abunə haqqıdır da, bunu da ödəyirsən. Daha sonra, yəni balansda nə qədər pul varsa, şəxsən özümün başıma gələn hadisədir. Balansda nə qədər pul varsa, tamamilə balansdan sıfırlanana qədər, belə deyim də, əl çəkmirlər. Digər bir, məsələn, bu problemi yaşayan bir istifadəçi də var. Onda full 10 tarifidir. Lakin full 10 tarifində də baxırsa 10 manat ödədikdən sonra, müəyyən müddətdən sonra 97 qəpik adı altında balansdan yenə çıxılma olur. Yazılır ki, abunə haqqı. Maraqlı burasıdır ki, yəni bu nəyin abunə haqqısıdır? Yaxşı, bu yəni tarifi onsuz da abunə haqqısını ödəyirsən. 10 manat ödəyirsən, 30 gün ya 28 gün balansın açıq qalır. Onun əvəzində sənə verilən internet və dəqiqələr var. Yaxşı, əlavə balansdan niyə pullar silinir? Yəni bir növ belə deyim də, yəni mən şəxsim adına danışıram. Balansda pul yükləməyə, saxlamağa peşmansan. Yəni bir sabah qalxırsan ki, mesaj gəlib balansınız sıfıra yaxınlaşır. 3 manata dək kredit götürün və ya sadəcə balansınızı artırın. Deyirsən ki, bəs mənim balansımda pul var idi axı. Baxırsan ki, nəyəsə çıxıblar. Zəng eləmək istəyirsən 777-yə, təəssüf ki, mümkün deyil. NAR Plus tətbiqində gəlin açıq reallığı danışaq da, bu dəqiqə hər kəs ondan yəni başı çıxmır, yaşlı olan var, bilməyərək heç NAR Plus tətbiqindən xəbəri olmayan insanlar var və yaxud da gələk hansı ki, bu NAR Plus tətbiqini də yüklədikdən sonra ən azı belə deyim də, orada müəyyən dəqiqələr, hətta saatlara varan gözləmə sayınız olur. Ondan sonra da çatda gələk xanımla, bəylə yazışasan ki, sizə problem haqqında nəsə desinlər. Əgər sizdə də bu problemlər varsa, rəylərdə siz də fikirlərinizi bildirin.